Salam, hər vaxtınız xeyirli olsun, hörmətli müəllimlər. Mən Xəyyam müəllim. Bugün kurikuluma yeni əlavə olunmuş daha bir mövzudan, SWOT analizindən danışırıq. Müəllimlər, ilk öncə qeyd etmək istəyərdim ki, bir çox ifadələr, strategiyalar, terminlər təhsil üçün yaranmamışdır. Dünyada digər qurumlarda, digər sahələrdə onlar istifadə olunur, əhəmiyyətli, məhsuldar nəticələr əldə olunur və həmçinin onların da təhsildə sınanması, təhsil yönümlü istiqamətləri də sınanır. Bu ifadələrdən, strategiyalardan, analizlərdən biri də SWOT analizidir. Hər bir qurumun, hər bir, belə deyək, sahənin SWOT analizinə ehtiyacı var. Çünki SWOT analizi nəticəsində biz görəcəyimiz hər hansı bir işin güclü tərəflərini, zəif tərəflərini ayırd edirik. Həmçinin biz onun imkanlarını ayırd edirik. Həmçinin biz qarşılaşa biləcəyimiz təhlükələri ayırd edirik və nəticədə ortaya məhsuldar bir iş çıxardırıq. Təhsildə də ümumi olaraq təhsil müəssisəsini götürsək, biz burada idarəetmə sistemində, ümumi bilik bacarığının yüksəlməsində SWOT analizi aparsaq, güclü tərəfləri müəyyən edə bilərik, zəif tərəfləri müəyyən edə bilərik, imkanlar nədir, hansı imkanlar var, onları müəyyən edə bilərik və həmçinin rastlaşa biləcəyimiz təhlükələr hansıdır, onları müəyyən etməklə ortaya məhsuldar bir iş çıxara bilərik. Bu ümumi bir anlam idi, təhsil müəssisəsi üçün, təhsil üçün. Sinifdə bu necə baş verə bilər? Hər hansı bir problemin gedişində biz SWOT analizindən istifadə edə bilərik. Məsələn, kimya dərsində hər hansı bir qarışıqla bağlı bir problem əldə edirəm və bu zaman SWOT analizindən istifadə edəcəyəmsə, mən bunun güclü tərəflərini, zəif tərəflərini ortaya qoysam, hansı imkanlar var əlimdə, onları ortaya qoysam və həmçinin də hansı təhlükələrlə rastlaşa bilərəm, onları ortaya qoya bilsəm, həm gediş yolumu düzgün müəyyənləşdirəcəm, həm də əlverişli formada bir iş icra edəcəm, nəticədə ortaya məhsuldar bir iş qoyacam. Və təhsildə bu analiz strateji qərarlar qəbul etməyə, mövcud vəziyyəti başa düşməyə, inkişaf üçün yolları müəyyənləşdirməyə, potensial riskləri azaltmağa kömək edir. Qısa olaraq müəllimlər, həmçinin də belə demək istəyirəm ki, sizə SWOT analizi adından da göründüyü kimi bir təhlil metodudur və bu təhlil sayəsində biz bilməliyik bu təhlil hansı istiqamətlərdə olur. Siz görürsünüz, SWOT sözünün baş hərfləri ilə bağlı 4 məqamdır və SWOT analizi nəticəsində biz bizə lazım olan məqamları qeyd etməklə səmərəli iş ortaya qoymuş oluruq.